Mövcud geosiyasi gərginliklər, silahlı münaqişələrin artması, eləcə də ənənəvi nəqliyyat marşrutlarında təhlükəsizlik risklərinin çoxalması dövlətləri daha sabit və çevik alternativlər axtarmağa sövq edir. Bu baxımdan orta dəhliz beynəlxalq ticarət sistemində keyfiyyətcə yeni mərhələnin formalaşmasına töhfə verən əsas istiqamətlərdən biri kimi qiymətləndirilir. Almaniyada orta dəhlizin inkişafında iştirak etmək niyyətindədir. Almaniyanın orta dəhlizin inkişafında iştirakı əsasən Avropa İttifaqının təşəbbüsləri vasitəsilə həyata keçiriləcək. Bu barədə Renus Logistics şirkətinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə layihə rəhbəri Aleksandra Ogneva məlumat verib. O deyib ki, orta dəhlizə strateji istiqamət kimi baxırıq. Region daxili daşımalar da daxil olmaqla bu istiqamətdə tələbat artıb. Bu marşrutun böyük gələcəyinin olduğuna inanan şirkət orta dəhlizin inkişafı ilə bağlı 8 layihə müəyyənləşdirib. Azərbaycan coğrafi mövqeyi baxımından Avropa ilə Asiya arasında tarixi qapı rolunu oynayır. Bunu qədim köklərə söykənən İpək yolu vasitəsilə də görmək mümkündür. Bu yol hansı ki Çindən başlayıb Azərbaycana keçərək Avropaya doğru yol alır. İstər quru, istərsə hava nəqliyyatı vasitəsilə Avropa və Asiya arasında ithal və ixrac əməliyyatları Azərbaycan üzərindən həyata keçirilmişdir. Son dövrdə artıq Avropa, xüsusən də Almaniya orta dəhlizdən, xüsusilə də Transxəzər beynəlxalq nəqliyyat marşrutundan istifadə etməklə Azərbaycanla əməkdaşlıqlarını daha da çox genişləndirməyə maraqlıdır. Ekspertlər bildirirlər ki, ölkəmizin Xəzər və Qara dəniz arasında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də dəmir yolları, limanlar və inkişaf etmiş infrastruktur şəbəkəsi bu prosesi sürətləndirən əsas amillərdəndir. Orta dəhliz Azərbaycan üçün yalnız nəqliyyat layihəsi deyil, həm də ölkənin regional və qlobal sistemdə mövqeyinin yenidən müəyyənləşdirilməsi alətidir. Bu marşrut Azərbaycanın Asiya ilə Avropa arasında tranzit mərkəzi kimi rolunu gücləndirərək iqtisadiyyatın şaxələndirilməsinə, ənənəvi enerji ixracından asılılığın azaldılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır. Almaniya neft sahəsi üzrə Azərbaycanla əməkdaşlıq edir. Həmçində artıq istər ithal və ixrac əməliyyatlarını Azərbaycan vasitəsilə həyata keçirmək istəyi Azərbaycanın Almaniya üçün nə qədər etibarlı tərəfdaş olduğunun göstəricisidir. Bununla Almaniya öz risklərini hedging etmiş olur, yəni ki, bir növ qaranti altına almış olur. Eyni zamanda da Azərbaycan istər maliyyə tərəfindən gəlirlər əldə edəcək, digər tərəfdən isə əsas onun prestijinin bir daha da artması olacaqdır. Çünki Avropa ölkələri Asiya ithal və ixrac əməliyyatlarını Azərbaycan üzərində həyata keçirməsi onun dünya arenasında bir növ etibarlı mövqeyi olduğunu sərgiləyəcəkdir. Orta dəhliz yalnız coğrafi alternativ deyil, həm də iqtisadi təhlükəsizlik anlayışında yeni yanaşmanı əks etdirir. Marşrutların şaxələndirilməsi isə mümkün münaqişə zonalarından keçən yollardan asılılığı azaldır. Elnurə Hüseynli, Könül Məmmədova, ASTV İqtisadiyyat. Bəli, ASTV İqtisadiyyata baxırsınız. BP Babək